Los Angeles'ta yerləşən Creative Acts qeyri-kommersiya təşkilatı sənət və texnologiyanı birləşdirərək həbsdə olan insanların həyatlarını yenidən qurmalarına və travmalarını dəyişdirmələrinə kömək eləyir. Təşkilatın həm təsisçisi Sabra Williams bu proqramın məqsədinin virtual reallıqdan həbsdə olan və ya olmuş insanların həyatlarını köklü şəkildə yenidən təsəvvür etmələrinə kömək etmək üçün istifadə etmək olduğunu deyib. O qeyd edib ki, bir çox məhbus heç vaxt öz məhəlləsindən kənara çıxmayıb. Virtual reallıq təcrübəsi onlarda güclü emosional reaksiyalar yaradır. Əksər məhkumlarımız ölkə xarici bir yana qalsın, heç öz məhəllələrindən də kənara çıxmayıblar. Beləliklə onlar Taylandı görürlər və o qədər olur ki, insanlar qulaqlıqlarını çıxarır və ağlayırlar. Onlar deyirlər ki, mən heç vaxt bilmirdim ki, dünya bu qədər gözəldir. İndi Taylanda getmək istəyirəm, həyatımı dəyişəcəm. Beləliklə, bu qədər sadə bir şey məhkumların gələcək yollarını köklü şəkildə yenidən təsəvvür etmələrinə kömək edib. Wall State cəza evində cəza çəkən Jacob Smith kimi bəzi məhkumlar üçün cəza çəkiləndə bu texnologiya mövcud deyildi. Mən 20 illik həbsxanadayım. Texniki əsrdə dünya köklü şəkildə dəyişib. Ona görə də virtual reallıqdan necə istifadə edəcəyimi öyrənmək biraz çətin idi. Hətta qulaqlığı taxmaq, papaq çıxarıb bunu etmək belə özlüyündə tamamilə yeni bir şeydi. Amma bəli, çox maraqlı idi. Nəzarətçiləri hərəkət etdirməyi öyrəndikdən sonra hər şeyi başa düşdüm. Deyəsən, hərəkət etdirdiyin 2 nəzarətçi var. Onun şüası var. İstədiyin şeyə yönləndirirsən. Onların videoları var və sən kontentə işarə edirsən. Onlar da sənin üçün oynadırlar və sən çöldə baş verənləri sanki vizuallaşdıra bilirsən. Məhbusların səyahəti bəzən Tayland kimi uzaq ölkələrə və ya kosmosdan bütün dünyanın nəfəs kəsən mənzərəsinə səfərlə başlayır. Məhkumlar yüksək stresli real həyat ssenarilərini məşq eləyirlər. Məsələn, bankomatdan istifadə eləmək, bağlama məntəqəsində ödəniş eləmək, küçədə baş verən münaqişəni sülh yolu ilə həll eləmək. Wall State cəza evində məhbus olan O'Brien Bailey proqramın təsirini vurğulayıb. Bu proqram bizim üçün burada, Wall State həbsxanasında həqiqətən də təsirli olur. Çünki Vallidəki zorakılığın xeyli azalmasına səbəb oldu. Daha çox şey etmək istəyirlər və buna görə də qeydiyyat siyahısı çox uzundur. Biz içəri daxil olacaq gəncləri seçməliyik. Beləliklə, biz ən pisinin də pisini seçirik. Və bunun sayəsində həmin gənclər indi müəssisədə müxtəlif zorakılıq aktları törətməyi dayandırırlar, başqaları ilə danışırlar və bu yayılır. Bəli, bu inkişaf üçün böyük bir fürsətdir və həbsxana sistemindəki zorakılığı azaldır. Hazırda qrantlar və özəl iyanələr hesabına maliyyələşən proqram Kaliforniyada 4 müəssisədə fəaliyyət göstərir və gələcəkdə ölkə üzrə genişləndirilməsi hədəflənir. Virtual reallıq proqramının ən təsirli nəticələrindən biri məhbusların davranışlarında müşahidə olunan köklü dəyişikliklərdir. Qeyd eləyək ki, Wall State cəza evində məhbusların proqramda iştirakından sonra qayda pozuntularında bir il ərzində 96% azalma müşahidə olunub. Corcoran Təhlükəsizlik Yaşayış Bölməsinin məlumatına görə isə 2023-cü ilin oktyabr-dekabr ayları arasında bu bölmədə qayda pozuntularının sayı 735-dən cəmi 1-ə enib.